Salam əziz Atbu TV izləyiciləri. Sualım var verilişinin növbəti buraxılışından hər birinizi xoş gördük. Bu gün qonağımız Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Günay Məhərrəmovadır. Salam Günay xanım, necəsiz? Salam, çox sağ olun. Siz necəsiniz? Yaxşıyam, çox sağ olun. İstərdik ki, ilkin olaraq izləyicilərimizə şöbəniz barədə aydın təsəvvür yaranması üçün kiçik bir məlumat verəsiniz. Beynəlxalq Əlaqələr Şöbəsinin məqsədi və fəaliyyət istiqamətləri nələrdir? Pedaqoji Universitetin Beynəlxalq Əlaqələr Şöbəsi olaraq biz universitetin xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə, səfirliklərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıqlarını qurmaqdır və mövcud olan əməkdaşlıqlarını genişləndirməkdir. Biraz daha geniş açsaq, əsas istiqamətimiz tələbə və müəllim mübadiləsidir. Beynəlxalq proqramlar çərçivəsində təbii ki, və yaxud da ikili əməkdaşlıqlarımız çərçivəsində xarici mütəxəssislərin universitetə cəlb olunması, belə deyək, mübadilə çərçivəsində xaricdə fəaliyyət göstərən tərəfdaşlarımızdan tələbələrin burada qısa müddətlik təhsillərini, səfərlərini təşkil etməkdir. Ümumi olaraq universitetin beynəlxalq səviyyədə tanınmasına və inkişaf etməsinə töhfə verməyə çalışırıq. Çox gözəl. Tələbələrimizi ən çox maraqlandıran suallardan biri də budur ki, Atbu hansı ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və bu əməkdaşlıq hansı istiqamətləri əhatə edir? Universitetin beynəlxalq əlaqələri əslində kifayət qədər geniş coğrafiyanı əhatə edir. Başlayaq məsələn Danimarkadan, Rumıniya, Litva, Polşa, Türkiyənin bir sıra universitetləri, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Yəni bu kimi ölkələrin universitetləri ilə sıx işləyirik adətən. Tələbə müəllim mübadiləsi həyata keçiririk onlarla. Beynəlxalq layihələr icra edirik birgə. Xarici mütəxəssislər dəvət edirik. Həm heyətin, həm inzibati heyətin, həm də akademik heyətin potensialını təkmilləşdirmək məqsədli bir sıra layihələr işlənilir. Ən çox ünvanlanan suallar təbii ki, xaricdə təhsil və mübadilə proqramları ilə bağlıdır. Pedaqoji Universitetin tələbələr üçün hazırda hansı aktiv xaricdə təhsil proqramları var? Pedaqoji Universitetin ən çox aktiv işlədiyi beynəlxalq proqram Erasmus Plus proqramı idi. Düzdür, bu aralar biraz rələngiyib işlərimiz, amma əsasən tələbələrin ən çox istifadə elədiyi proqram Erasmusdur. Erasmus Plus proqramının müsbət tərəfləri o idi ki, tələbələrin bütün səfər xərcləri, orada qalmaq xərcləri proqram tərəfindən qarşılanırdı və tələbələr hardasa 6-7 ay müddətinə mübadilədə iştirak edirdilər. Beynəlxalq təcrübə qazanırdılar. Eyni ilə buradakı kimi tədris prosesinə cəlb olunurdular. İmtahanlar verirdilər və sonda oradan əldə etdikləri transkriptlə geri qayıdırdılar. Bundan əlavə yeni qatıldığımız proqramı misal göstərə bilərəm. Məsələn, Orhun mübadilə proqramı. Bu proqramda yenilik. Bu da Türk Dövlətləri Təşkilatının nəzdində fəaliyyət göstərən Türk Ünivə qatılmağımızla birgə əldə etmişik bu fürsəti də. Orhun mübadilə proqramı da əsasən Türk Dövlətləri universitetlərinin arasında keçirilir. Bizim də tərəfdaş olduğumuz universitetlər var bu proqram çərçivəsində və biz bu proqram çərçivəsində bir sıra müəllimləri və tələbələri həmin təşkilata üzv olan universitetlərə göndəririk. Eləcə də oradan müəllimlər qəbul edirik, tələbələr qəbul edirik. Prosesə yeni start vermişik, elanlara çıxacağıq. Artıq bizə müraciət edən müəllimlər var və tələbələri də bu işə cəlb etmək istəyirik. Bundan başqa mövlanə mübadilə proqramı var, düzdür. Baxmayaraq ki, çox sayda mövlanə mübadilə protokollarımız var, amma pandemiyadan sonra fəaliyyəti dayanıb deyə onu icra edə bilmirik. Bundan əlavə iki tərəfli müqavilələr çərçivəsində də biz bu əməkdaşlığı yerinə yetiririk. Yəni həm tələbə, həm müəllim mübadiləsi həyata keçiririk. Düzdür, bütün
xərc məsələləri Erasmusdakı kimi deyil. Müəyyən belə deyim, güzəştlər olunmaqla tələbələrimiz orada mübadilədə iştirak edirlər, eləcə də müəllimlərimiz iştirak edirlər. Amma çox sayda Özbəkistandan gələn tələbələrimiz var. Demək olar ki, hər semestr bizdə hardasa 9-10 nəfər Özbəkistandan və yaxud da Qazaxıstandan tələbələr gəlir və burada bir semestr təhsil alıb geri qayıdırlar. Eləcə də müəllimləri hardasa belə deyim, hər semestr 5-6 Özbək müəllim və 5-6 Qazax müəllim bizdə gəlib bir həftəlik təcrübə keçir, təcrübə mübadiləsi edir və geri qayıdırlar. Dediyiniz kimi Orhun mübadilə proqramı yeni fəaliyyət göstərən mübadilə proqramıdır və artıq müəllimlər cəlb olunur bu proqrama. Dediniz ki, növbəti illərdə artıq tələbələr də cəlb olunacaq. Bəs bu mübadilə proqramının nə kimi müsbət tərəfləri var? Məsələn, tələbələr bu mübadilə proqramına qoşulsa, onlar yeni nə əldə edəcəklər? Bu barədə məlumat verə bilərsiniz? Çox bəsit öz təcrübəmdən deyim. Mübadilə proqramında iştirak eləmək təkcə akademik biliklərini artırmaq deyil. Əslində belə deyim, fərqli baxış bucaqları qazanmaq baxımından, yeni çoxlu dostlar tapmaq baxımından və beynəlxalq təcrübə qazanmaq baxımından çox faydalıdır və bu ciddi mənada hər birimizin şəxsi inkişafına təsir edir. Və tələbələr kifayət qədər oradan belə deyim, qazancla geri qayıdırlar bu baxımdan. Çox gözəl. Növbəti sualımız belədir ki, mübadilə və xaricdə təhsil proqramlarına hansı tələbələr müraciət edə bilər? Bunun üçün ixtisas, tədris ili və başqa hansı meyar və ya məhdudiyyətlər mövcuddurmu? Müraciət üçün meyarlar mövcuddurmu? Bəli, mövcuddur. Tələbələr ən azı 2-ci tədris ilindən adətən qatılırlar bu proqramlara. Çünki tələbənin bir akademik öz keçmişi olmalıdır müraciət üçün. Meyarlardan ən birincisi tələbənin kəsrinin olmamağıdır. Çünki irəli dönəmlərdə bu ona problem yarada bilər. Belə deyim, kredit tanınması məsələsində problemlər yarada bilər. O baxımdan adətən seçimlərdə kəsri olmayan tələbələrə üstünlük veririk. İkinci əsas meyar dil bilgisidir təbii ki. Tələbə kifayət qədər təhsil alacağı proqramın dilini yaxşı bilməlidir ki, orada təhsil ala bilsin, tədrisə cəlb olunur, normal olaraq imtahan verir, müəllimlərlə, yəni akademik dil bilgisi olmalıdır kifayət qədər. Belə deyim, tələbənin mümkün qədər nizam-intizam qaydalarına nə qədər riayət edir, ona da diqqət edirik. Və bu müsahibələrdə kifayət qədər açıq görünür. Yəni, tələbələr bəzən düşünə bilir ki, biz 5, 10 və yaxud da vəziyyətdən asılı olaraq 15-20 dəqiqəlik müsahibədə nə qədər özümüzü düzgün ifadə elədik ki, bizi buna uyğun seçdilər. Amma inanın mənə ki, bilmirəm, bəlkə də bu təcrübədən irəli gəlir, artıq illərdir biz bu işlə məşğuluq. Tələbə artıq 2 cümlədən, 3 cümlədən sonra tam olaraq özünü ifadə eləmiş olur ki, mən xaricdə təhsil almağa hazıram, yoxsa... Çox gözəl. Gələcək illər üçün bəs tələbələrimizi hansı yeniliklər və imkanlar gözləyir? Yəni, bu istiqamətdə siz beynəlxalq əlaqələr şöbəsi olaraq nə kimi işlər görürsünüz? Gələcək illərdə Pedaqoji Universitetinin tələbələrinin beynəlxalq təcrübədən yararlanmaq imkanlarını genişləndirmək üçün aktiv iş gedir hal-hazırda. Bir sıra profilimizə uyğun əməkdaşlıqlar araşdırılır. Mümkün beynəlxalq proqramlar araşdırılır, hansılara ki, biz müraciət edə bilərik tələbələrimizlə birgə. Tərəfdaşların sayını çoxaltmağa çalışırıq. Belə deyim, beynəlxalq yay və qış məktəblərinin birgə təşkil edə biləcəyimiz tərəfdaşlar axtarırıq, yazışmalar gedir, danışıqlar gedir və beynəlxalq layihələrin sayını mümkün qədər artırmağa çalışırıq ki, irəlidə tələbələrimiz mümkün qədər bu imkanlardan çox yararlana bilsin. Son olaraq əlavə etmək istədiyiniz və yaxud da tələbələrə demək istədiyiniz nəsə varmı? Tələbələrə demək istədiyimiz
Bilirsiniz, hər bir tələbə xaricdə təhsil alma potensialına əslində malikdir. Bu potensialını özündə kəşf eləməklərini tövsiyə edirəm. Bu imkanlardan mümkün qədər çox istifadə eləməklərini tövsiyə edirəm. Daha çox araşdırsınlar, daha çox müraciət eləsinlər, daha çox öz üzərlərində işləsinlər. Çünki dediyim kimi beynəlxalq təcrübə qazanmaq onların nəinki gələcək karyeralarında, eləcə də onların şəxsi inkişafında ciddi bir töhfədir. Yəni bunu bəlkə də indi çox da başa düşmürlər, amma irəlidə mütləq ki, bunun faydasını görürlər və bizim beynəlxalq proqramlardan yararlanan tələbələrimizin əksəriyyəti, belə deyim, biz onları izləmədəyik ki, kimlər harda nə işlə məşğuldurlar. Demək olar, əksəriyyəti, hardasa 70%-dən yuxarısı heç birisi Azərbaycanda yaşamır, qayıdıblar təzədən, ya magistr oxuyurlar, ya PhD oxuyurlar və yaxud da qayıdıb işləyirlər, ailə quranlar var. Demək olar ki, 70%-in üstündə tələbəmiz artıq ölkədə yaşamır, özlərini inkişaf elətdirmək üçün fərqli yollara müraciət edirlər. O baxımdan bu yollardan heç o çəkinməsinlər. Çox sağ olun, təşəkkür edirik. Vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Mən təşəkkür edirəm. Beləliklə, sualların bu buraxılışının da sonuna gəldik. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Hələlik.